Hər birinizi xoş gördük. Hörmətli kanal izləyicilərimiz, 2 sot torpaq sahəsində inşa olunmuş möhtəşəm ərazidə. Dəyərli izləyicilərimiz, 5 otaqdan ibarətdir. Üz görünüşünü görürsünüz, möhtəşəm üz görünüşü var. Həyətyanı sahəsi Targovu daşlardan üzlənilib, yerdən kürsüyə özünüz şahidsiniz. Vitraj şəbəkə pəncərələr evə xüsusi gözəllik qatır. Həyətyanı sahəsinə rahat şəkildə 2 avtomobil daxil olur və oturub durmaq üçün kifayət qədər ərazisi var. Həyətin işıqlanmasına kimi gördüyünüz kimi hər birisi quraşdırılıb. Külkollar əkilmək üçün yer saxlanılıb. Pultdan idarə olunan jalüz qapısı, əl qapısı, alt denli, məhəlləsi genişlik, hündür ərazi, ətrafda tam yaşayış, hamısı şəxsi böyük evlərdir, dəyərli izləyicilərimiz, özünüz də şahid olursunuz. Daxil olan evimizin iç sahəsinin təqdimatına. Evimizə daxil olarkən, baxın, belə bir gözəl dəhliz bizi qarşılayır. 2-ci mərtəbəyə qalxan pilləkənlər beton pilləkəni, üzü mərmər daşlardan işlənilib. Mərtəbə arası monolit beton, 1-ci mərtəbə monolit beton, 1-ci mərtəbə ümumilikdə isti poldan təchiz olunub. Evin arxa tərəfindən keçmək olur. İlərləyən dəqiqələrdə hər birisini izah edəcəm sizə. İsti polun xəttləri gördüyünüz kimi bu hissəyə yığılıb. Sol tərəfdə yerləşir. Evimizin belə bir gözəl qonaq otağı yerləşir. Pəncərəsi həyətyanı sahəsinə baxır. Bu hissədə yerləşir sanitar qovşaq. Burada 1-ci mərtəbədə yerləşən yataq otağı. Yəni bilirsiniz ki, 1-ci mərtəbədə yataq otağı önəmlidir və hər birisi ayrı-ayrılıqda düşünülür. Mətbəx çox genişdir, hörmətli izləyicilərimiz. Rahat şəkildə bütün əşyaları mətbəxdə yerləşdirmək mümkündür. Və evin arxa tərəfinə də çıxış var. Mətbəxdən evin arxa tərəfinə çıxış var. Baxın, arxa tərəfində kifayət qədər ərazisi var. Kombi üçün bu hissədə yer ayrılıb. Çamaşır asmaq üçün üstünlüklərdən biridir. Yəni, evin önündə çamaşır asılmayacaq. Qalxaq 2-ci mərtəbənin təqdimatına. Gözəl bir qiymətdir. Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbin yaxınlığında yerləşir. Cəmi 20 metrəsi şerbirli. Qalan bütün yol asfaltdır. Rahat şəkildə gəlirsiniz birbaşa evə. Eyvana çıxışı gördüyünüz kimi dəhliz vasitəsiyləndir. Bölgü 2-ci mərtəbədə dəhliz vasitəsindən aparılıb. Burada yerləşir yataq otağından birincisi. Otağın genişliyinə baxın. Əşyaları rahat şəkildə yerləşdirə bilərsiniz. Vitraj pəncərədə xüsusi gözəllik qatır. Qiymət də münasibdir, kupçalıdır, dövlət ipotekasına da yararlıdır. Burada yerləşir 2-ci mərtəbənin sanitar qovşağı. Bura yataq otağından birincisi. Bu hissədə sonuncu yataq otağı. Otaqlara söz yoxdur. Möhtəşəmdir. Yəni bu otaq biraz kvadratca kiçikdir, uşaqlar üçün nəzərdə tutulub. Qalan digər otaqlar genişdir. 138 min start qiymətli, real müştərilərlə qiymətdə razılaşmaqda olacaq. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb, gəlib daha yaxından tanış ola bilərsiniz. Bir tək ev qalıb, münasib qiymətdir. Yerləşmə yerinə görə yaxşıdır. Digər evlərdə də fərqi odur ki, yerləşmə yeri və tikinti qaydalarına hər birisine riayət olunub. Əlaqə saxlayın, gəlin bu evə sahib olun.